Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil recehum. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Həmd olsun alemlerin Rəbbi olan Allah'ımıza. Allah bu hayatı bize verdi, nefes verdi. Bilirsiniz, hayat şirindi. Bilmirəm bu şirinliği necə başa düşürsünüz, necə anlayırsınız. Deyirək, insanın öz canı özünə şirindir. Mən bilmirəm bu kəlməni necə anlayırsınız. Bəlkə də bu söz biz düşündüyümüz məna ilə deyilməyibdir. Olsun ki, biz bu da fiziki anlamda götürürük. Ola bilməz ki, böyüklər bir söz deyə, amma bunu dünya üçün deyə. Mən inanmıram şəxsən. Sizi bilmirəm. Bilmirəm fikrimi çatdıra bildim yoxsa yox. Deyirlər, adamın canı özünə şirindir. Hər kəs öz canı qədrini yaxşı bilər, şirindir. Mümkündür ki, can bu da ruh mənasında olsun. Mümkündür can bu da insan öz nəfsi barəsində olsun. Mümkündür ki, can bu da həqiqi mənəviyyat, axirət baxımından olsun ki, mömin insan axirətini satmaz, qurban verməz. Mövzu həyat dərsi mövzusudur. Əslində çox maraqlı mövzudur. Bilmirəm nə qədər söhbət eləyəcəm. Adətən danışıqlar bizdə 35-36 dəqiqə olur. Çox istəyərdim danışan bu mövzu ətrafında. Hər kəs istəyər danışsın bu mövzu ətrafında. Çünki hamının qəlbində bir həyat hekayəsi var. Danışıram bu da. Bəlkə də orada 14 nəfər beyli var. Bizim səhv cəhətimizin əvvəldən demişik də bir zahirə baxmaqdır. Bilirsiniz, bəzən bir təsəvvür formalaşır ki, bizdə kiminsə üzü gülür, ya dişlər ağarır, ya üzü gülür. Bu adam xoşbəxtdir. Və qeyri-inansız insanlarda, daha doğrusu ibadət əhli olmayan adamlarda belə bir şey formalaşıb ki, siz xoşbəxt adamlarsınız. Mən çox yaş xatırlayıram, tələbəlik vaxtları idi. Bir nəfər xanım qonaq gəlmişdi. Bir söz işlətdi. Dedi ki, Amil qardaş, siz çox xoşbəxt adamlarsınız. Deyirəm, niyə? Mən də belə ki, bilirəm nə demək istəyəcək. Deyir, yəni dindarsınız da, sizdə inşallah problem olmaz. Deyirəm, sənə bir söz deyim, elə ən çox problem dindarlarda olur. Ona qəribə gəlmişdi. Deyir, necə yəni? Axı, siz Allah adamısınız. Adətən dindarlara Allah adam deyirlər. Bilmirəm, indi sizdə nə cür deyirlər. Bizdə rayonda, kənddə bu cür deyirlər. Ki, Allah adamı. Siz Allah adamısınız. Yəni, Allah adamı deyəndə elə bilirlər ki, Allah adamın problemi olmur. Allah adamın çətinliyi olmur. Maddi mənəvi sıxıntısı olmur. Belə bir təəssürat formalaşır. Yəni, problemsiz həyat, bəli. Amma mən deyərdim ki, ibadət əhli olmayanların problemi daha azı, nəinki ibadət əhli olanların. Müminin imanı artdıqca bəlasız artır. İmam Hüseyin Kazım əleyhissalam deyir. Bir dəfə bir xanım da kommentdə yazmış ki, niyə qardaş, onda imanlı olmayaq? Dedim, yox, imanlı olun. Sadəcə səhv fəhm eləmişsiniz. Səhv başa düşmürsünüz. İnsan yaxşıya doğru getdikcə ağır missiyalarla üzləşəcəkdir. Hətta saxlayın. İtirməyə hazır olun. Vidaya hazır olun. Əldən çıxmağa hazır olun. Əldə etməyə hazır olun. Ağır yüklər var. Ağır yükləri atmaq lazımdır. Çox ağır yüklər var. Yadda saxlayın, problem bitməyəcək. Problem bitməyəcək. Kim düşünür ki, problem bitəcək? Xeyr, problem bitməyəcək. Çox səhv düşünürsünüz, çox səhv düşündük.
وَاعْلَمْ يَا بُنَيَّ أَنَّ أَمَامَكَ طَرِيقًا ذَا مَسَافَةٍ بَعِيدَةٍ وَأَحْوَالٍ شَدِيدَةٍ. Deyir, ey oğlum, bil ki, qarşıda bir uzun yolun, üzücü əziyyətin var. Həqiqətən bu yolda yaxşılıq axtarışı, düzgün təlaşdan ehtiyatsız deyilsən. Və ənəhu lə ğina bikə ən husnil itaat. Və qəddir bəlağətə minəzzədi mə'ə xiffət zəhr. Özünə lazımınca azuqa ehtiyat götür. Elə bir azuqa ki, səni məqsədə çatdıra, çiynində yüngül ola. Gözündən ağır yük götürsən, sənə baha başa gələr. Çünki Allah da səni çox yükləməyibdir. Allah səni çox yükləməyib. Hər birimiz orta məktəb oxumuşuq. Hər birimiz orta məktəbə getmişik da. Yaxşı oxusaq da, müəllim görsün güzəşt edir. Amma həmişə müəllim güzəşt eləyə bilməz. Nə qədər yaxşı oxusan da mütləq, səhv oxusan mütləq bir mənfi qiymət verəcək. Çox güzəşt eləməz. Hətta güzəşt etməməyi səni sıfıra endirə bilir. Düşürsən sıfıra. Ta aşağı düşürsən. Sıfıra düşürsən. Nə çox belə şagirdlər, tələbələr olub ki, potensialı güclü olub, sadəcə müəllim maraqlanmaq istəməyibdir. O, orta məktəbdə yazıda gəlib belə bir söz deyirlər. Bilmirəm kimə bu söz deyirlər. Sənin çox yaxşı, sənin qəşəng kəllən var. Amma istifadə eləmirsən. Bəlkə də bir çoxları deyiblər bunu orta məktəbdə. Hə, ay valideyn, sənin uşağın başı var, amma oxumur. Yaxşı başı var, amma oxumur. Müəllim bu sözlərindən tələbəni öldürür, söndürür. Gələcək motivasiya, gələcək karyerasını öldürür. Bir dəstə müəllimlər bu cür olur. Amma sən yıxılanda, bütün qapılar bağlansa, üç sevirsə belə, Allah deyir, qalx, mən varam burada. Qalx. Qalx, mən buradayım. Mən diriyəm, mən ölməmişəm. Mənim işim budur, səni dirildim. Nəfəs verirəm sənə. İmam öz vəsiyyətində insanı bir dənə müsafir, dünyanı yol, ahirəti isə mənzil adlandırır. Mənzil adlandırır. Keçməkeşlər çox olacaq bu həyatımızda. Çox keçməkeşlər olacaq. Ya dolayısı yoldan gedəcəyik. Ruslar deyir, çerit-çerit, xırda-xırda. Hətta saxlayın. Ölüm sonrası həyat, çox ciddi mənəvi hazırlıq tələb edir. Deyəcəksiniz ki, Amir qardaş, öləndən sonra nə mənəvi ciddi hazırlıq? Bəli. Niyə bunu deyirəm? Çünki hazırlıq bizə bu dünyada lazımdır. Mən bilmirəm, izləyicilərin içərisində övladları ali məktəbə hazırlaşanlar var, yoxsa yoxdur. Kim ki hazırlaşır, Allah müvəffəq eləsin. İnşallah tələbədə qazanmaq Allah nəsib eləsin, qismət eləsin. Ki övladlarınızın xeyrini görəsiniz, bəhrəsini görəsiniz. 3 saat o tələbənin taleyini həll edir. 3 saat. 3 saat. 3 saat imtahan. O 3 saatdan sonra nə qədər oxuyursansa oxu. Xeyri yoxdur. 3 saatda nə imtahan verdinsə odur. Nə deyirlər imtahanda? Diqqətli ol. Sola sağa baxma, qabağa baxma, çönmə, kamera baxır. Əgər sola baxsan, sağa baxsan, kimə də kömək eləsən, kömək etsən olmaz, qadağandır.
Tərpənmək qadağandır. Qəbir də bu cürdür. Tərpənmək qadağandır. Hazırlığın bu da olmalı idi. Müəllim yanına gedəndə olmalı idi. Evdə olmalı idi. Bəndən də hazırlığı dünyadadır. Artıq qəbirdən sonra çox ciddi mənəvi hazırlıq sənin üçün tələb olunur. Çıxırsan yarışa. Həm artıq yarışda imtahan verirsən və sən bu imtahana üzü ağ çıxmaq üçün, yaxşı nəticə üçün çox ciddi diqqət və məsuliyyət tələb edən bir prosesə hazır olmalısan. İndi sənin o valideynlərin çəkdiyi zəhmət, əziyyət orada göstərəcək. Görək, onlar nə qədər dəyərləndirmirsən. Yadda saxla, imtahan təkcə övlad vermir. Valideyn də ondan imtahan verir. Valideyn də ondan ölür, dirilir. Uşaq bir həyəcan keçirdir, valideyn iki həyəcan keçirdir. Həm övladına görə həyəcan keçirdir, həm özünə görə. Ki, birdən balam qəbul olmaz, görən nə olar? Mən hansı vəziyyətdə olmalıyım, ona motivasiya verməliyəm. Necə bir dənə hadisə olub, keçən illərdə ondan əvvəlki belə bir hadisə olmuş ki, atasının qorxusundan özünü intihar eləmiş tələbə. Bu cəmiyyətdə böyük bir əks rezonans doğurmuşdu. Ona görə valideyn daha çox narahat olur uşaq imtahan verəndə. İndi biz müsafirik, dünya yoldur, axirət isə mənzilimizdir. Evimizə getmək istəyirik. Evə getmək istəmirsiniz. Heç olub, qonaq getmişsiniz, söhbət o qədər şirin gəlibdir. Bir dənə deyib, abla evə getmək istəmirsiniz. Deyə bilərsə bu söz, ya xanımlar həyat yoldaşları deyibdir, ya məsəl üçün ana deyir, düzdür. Çox olub belə hadisələr. Çox olub belə hadisələr. O söz bizə nə deyirlər? Yəni, gedən biraz rahatlıq tapağında. Deyir, gülürlər əslində orada. Başın, üzürsəm, gəlinlər oturur qabaq-qabağa söhbət edirlər, xanımlar. Burada uşaqlar orada oynayırlar. Nə bilim, kişilər bir otururlar, nə bilim, nayət domino. İndi mən demirəm, nəhət domino düzgün yox. Siz danağa görə stol üstə oynaya icazəli deyil. Xülasə, məsələn, oynayırlar, başlayır, kişilər söhbət edirlər. Qadınlar da orada bir özləri söhbət edirlər, otururlar qabaq-qabağa, şirin-şirin. Uşaqlar bir yerdə oynayırlar. Bir dənə kişi deyir ki, abla, getmək istəmişsiniz, abla, getməyək evimizə. Deyir, gülür, abla, məsəl üçün, ev yiyəsi xanımdır ki, vallah qardaş, o qədər söhbətlədik ki, o qədər söhbət şirin gedir ki, adam vaxt gedir, adam hiss eləmir. O söhbəti şirin eləyən bilirsiniz nədir? Dünyanın zahir ləzzətidir. Yadda saxlayın. Dünyanın axirəti misal da bu cürdür. Biz evə getmək istəyirik. Dünya imkan vermir. Deyir, biraz dayan gedərsən da. Nə oldu be, qaça-qaçdır, sabah bazar günündə. Bizdə də var da. Birazdan qılaram da, namazın vaxtına var da. Qəzasını tutaram da, eyb olmaz. Qocalanda bağlayaram da başımı. Belə hallar var. Dünyanın işi budur. Saxlamaq istəyir yolundan bizi. Başını qarışdıracaq. Atan xəstədir sənin. Anan xəstədir. Dilxor olursan. Tələbəyə başın qarışır. İşə başın. Qayğılar var. Kreditlər var. Borçlar var. İşi budur ki, hər vəcihdən bir maniyə olsun. Bir problem olsun. Hər vəcihdən çalışacaq. Bir maniyə olsun. Amma bizim rahatlığımız bu diskomfortun içərisindədir. Bu diskomfortun içərisindədir. Normalda insan rahatlıq istəyir. Normalda insan rahatlıq düzdür. Kimi sorursan, bu da hüzur istəyəcək. Kimi sorursan, özündən asılı deyil. Narımın ağlı başında olan, deyəcək, mən hüzur istəyirəm. Narımın ağlı başında olan, Zəhra xanım, səssiz eləməyin. Pis bir şey demədilər, səssiz eləməyin. Kim sorursan, hamıca hər şey yerində istəyirəm, sakitlik istəyirəm. Amma bəzən bizə ruh halımız deyir ki, sən bura deyilsən.
Mən necə başa salım sənə ki, ağla deyim ki, ey ağıl, sən mən əmanətəm sənə. Mən buralıq deyiləm. Ağıl biraz da yaxşı işlət. Biraz da baş işlət. Çox xahiş edirəm sənə, biraz daha açıq, biraz daha aydınlat məsələləri, ey ağıl. Mən buralı deyiləm. Yaxşı, necə başa salır bizə bunu ruhumuz, halımız? Görürsünüz, bəzi atraksiyonlar var, fikir vermişsiniz. Bəzi, o necə deyirlər ona, diskomfortun bir başqa adı var, fikir vermişsiniz. Macəra. Görürsən, bəzi adamlar macəra axtarırlar, fikir vermişsiniz, niyə? Heç sizcə niyə bəzi adamlar macəra axtarırlar? Dağa dırmaşmaq, alpinistlər. Meşədir, məsələn, meşənin içindən gedirlər. Məsələn, kələkötür yolla turlara gedirlər də, tura, düzdür, tura gedirlər. Gedirlər, hansısa bir kamp quracaqlar. Bir dənə setka belə kamp qururlar. Əziyyətdə bunlara ləzzət eləyir. Çölün soyuqdur, içine hərdən yəqin çıxır, bəzi youtuberlərin görsə, blogerlər öz həyatlarını çəkirlər, yoldaşından, xanım, uşaqlarla. Bir dənə kamp qururlar, dağda, qarlı bir yerdə, nə bilim, bir dənə maşın qoşqu qururlar, karavan. Gedirlər, çətin bir şəraitdə, mühitdə, çətin bir geoməkanlarda bir ocaq qalıyırlar, nə bilim, biri gedir ki, məsəl üçün, çətin vəziyyətdə ocaq qalıyır, əllər dona-dona işlər görür, orada yemək bişirir, adam ona ləzzət eləyir. Normalda insan rahatlığı axtarır. Bəs bununla bunun fərqi nədir, qardaş? Bilirsiniz nədir? Əslində ruhumuz deyir ki, əziz qardaşım, əziz bacım, mənim aramlığım çətinliyin içindədir. Bəs olun. Bəs olun. Yəni, məqama çatmaq istəyirsən, bəndə olmaq istəyirsən, bu çətinliyə mütləq girməlisən. Məni bu çətinliklərin darməzallarından apar. Bilmirəm, fikrimi çatdıra bilirəm, yoxsa yox. Görürsən, bəzən də o macəralar bizə ləzzət eləyir. O diskomfort, suyun, çayın içindən keçirlər. Yekə uvaz maşınlarının içərisində, kamazın içində tura gedirlər, dağa qalxmaq üçün, Willisdən qalxırlar. Adama ləzzət eləyir bu çətinliklər. Bu şirin şiddət, bu əziyyət buna ləzzət eləyir. Sanki ruh sənə ki, zarafat yanı dolayısıyla, bax, mən bu rahatlığım, sən necə ki, bundan zövq alırsan, bax, axirət qazanmaq üçün də mən bu çətinlikdən keçməliyəm bu cismən. Bilmirəm, mən fikrimi çatdıra bilirəm, yoxsa yox. Elə bir biraz sükut oldu, səssizlik oldu. Gəlin salavat zikr edək. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accel verəcəhum. İmam deyir ki, bil ki, qarşında uzun yolun, üzücü əziyyətin var. Uzun yollar və üzücü əziyyət var. Yəni, sən düzgün təlaşdan ehtiyatsız deyilsən, sığortalanmamısan. Yaxşılıq axtarışından sığortalam, hər şey yaxşı olmayacaqdır. Bunun bir əlacı var. Yaxşı, necə eləyək? Bu çətinliyə sinə gələ bilək. Necə eləyək? Nə cür eləyək? Bir dənə yolu var. At, o çenində yükü at geçsin. At geçsin. Ağlı bir dənə yük var, ona aid. İnsan dünyasını dəyişəndə necə çəkisiz olduğunu hiss eləyəcək. Başa düşür ki, o cisim əslində buna ağırlıq verilmiş. Biz ruhumuz bədənimizdən ayrılanda görəcək ki, nə qədər yüngüllük, bir çəkisizlik var. Nə qədər çəkisizlik olacaq. Yəni, biz bunu bu dünyada eləyə bilərik. Necə? Bəndəçilikdən aldığımız zövqlə. O Twitter əsri burnunun suyu axırı sevən oğlan görmüsünüz. Sevən qızlar görmüsünüz. Yorğan altından mesaj göndərir. Nə bilmək, durur bir küncdə pəncərəsinə baxır. Yağış döyür başını, yağış döyür başına. Donur yazıq. Əllər gömgöy olur. Ya da sevdiği xanıma deyə bilmir axı. Mən sənə görə donuram bu da, deyə bilmir axı. Deyir, adam elədiyini deməz daha. O haldadır ki, onu deyə bilmir. Çünki eşqin içində batır, fəna olur. Biz Allaha bəndəçiliyin içində fəna olsaq,
Ona görə deyirlər fəna fillah. Fəna olsaq, biz dünyanın ağrıları, sıxıntıları bizə çətin gəlməz. Keçən dəfə Əllamə Qazi Təpədəbanın həyatına baxırdım. Paylaşıblar o YouTube portalında. Hələ ki 6 seriya paylaşıb. 4 dənəsi baxmışam. Deyirdi ki, şəhərdə müəyyən yerdə su ehsanı verirlər. Qaçıb ya buradan su içirdi ehsan olduğuna görə. Yəni suya pul vermək üçün. Dözürdü, o çətinliyə dözürdü. Çox maddi sıxıntılar keçirdirdi. Mənim əslində seminarda sizə göndərəcəyim video məhz birinci o video idi. Başqa videoda birinci o idi ki, Qazinin həyatında bir çox maddi sıxıntıları var. Çox çətin sıxıntılar olub Qazinin. Çox çətin sıxıntılar olubdu. Ki o sıxıntıda bu necə eləyirdi? Necə ola bilər? İnsanın... Mən bir dənə söz deyim sizə, bitirirəm fikrim artıq. Problem olanda kreditdən vaxt gəlində hansı halda olursunuz? Mən demirəm ki, düşünməyək, narahat olmayaq, narahat olmaq lazımdır. Amma mümkündür ki, həm narahat olmayasan, həm də aşıq olasan. Necədir bu? Və yaxud da həm narahat olsa, həm də ki, bənd olasan. Bunu sığışda bilirsiniz ikisini bir yerə. Bilmirəm, bu nə qədərcə. O ağır yükü, o məkruhatı, o haramı, qeyri-caiz məsələləri ata bilsək ruhumuzdan biz bəndəçiliyin tələbətini dada biləcək. Mərhum Şeyx Abbas Qumi var, tanıyırsınız. Şeyx Abbas Qumini, Allah ruhunu şad eləsin. 19-cu əsrin sonlarına yaxın dünyaya gəlibdir. Əsl adı Abbas Məhəmməd Qumidir. Biz onu Məfatül Cinan kitabı kimi tanıyırıq. Adam bir neçə məşhur kitabları var. Məsəl üçün, Səfinətül Bihar kitabı var. Ondan sonra Müntəhəl Əmal, 12 İmamın həyatı kitabı var. İnşallah qismət olsa, 2027-ci ilin sonunda Müntəhəl Əmal kitabı çıxacaqdır. Qismət ya bu ilin sonunda, ya 2027-ci ilin sonunda 12 cildli kitabdır İmamların həyatı haqqında. Bir dənə kitab var, Məfatül Cinan. Çox özə yadıma düşdü. 1877-ci ildə dünyaya gəlibdir. 1941-ci ildə dünyasını dəyişibdir. Özü Əllamə Qazi Təbətəbaya yaxın olublar. Eyni şəhərdə yaşayıblar. Əllamə Qazi Təbətəbaya bastırılıbdır Vadüssalam qəbirstanlığında. Amma Şeyx Abbas Qumi Əleyhisselamın hərəmində bastırılıb, səhv eləmirəmsə. Yaxın dost olublar. Biri canlı kitab yetişdirdi. Bir canlı kitab yetişdir. Məsələn, kitab yazdı da, Məfatül Cinan yazdı. Ki, möhtəşəm bir dənə dua ədəbiyyatı yazdı da bu adam. Bugün dünya onun kitabından istifadə edir. Amma Qazi də canlı kitab yetişdirdi. Məsəl üçün, Əllamə Təpədəbani yetişdirdi. İlahi Təpədəbani yetişdirdi. Qazinin yetişdirdiyi tələbələr mənəviyyatca insan kitab yetişdirdi. Natiq tələbələr yetişdirdi. Amma bu da cismani bir tələbə, fiziksel, texniki bir tələbə yetişdirdi. Amma hər ikisi eyni amala xidmətlədilər. Hər ikisi eyni amala xidmətlədilər. Bir gün mərhum Şeyx Abbas Qumi xəstə idi, yəni ölümünə yaxın idi. 23, deməli 64 yaşına dünyasını dəyişib. 64 yaşında 77 anada olubdur. 1940 dünyasını dəyişir. Görürlər ki, çox narahatdır. Çox narahatdır. Ətrafındakilərə deyirdi ki, mənim çiynimdəkilərə görə çox narahatam. Çiynimdə yüklər var. Tək qorxum mənim çiynimdəki yüklərdir. Deyirlər ki, nə olub? Bəlkə kiməsə borcum var, debilək, ağa. Ölüm yatağında idi, çox narahat idi. Adam ölüm yatağındadır. Bugün sabah ölməyə. Ölüm yatağında idi. Dedi, bir narahatçılığım var. Məlum oldu ki, bunun evində bəzi kitablar var ki, bunun özün deyil, başqasının kitablarıdır. Düşüncəyə baxın. Mənaya baxın. Aləmə baxın. Adam ölümə yaxındadır. Narahatdır ki, onun evində bir 2-3 dənə kitab var, bunun kitabı deyil. Bunu yiyəsinə vermək lazımdır. Bu işi eləyirlər, para o kitabları verirlər yiyəsinə. Deyir, daha qəlbim rahat oldu və dünyasını dəyişir. Çox maraqlıdır.